necə ki, bu nəsihəti Əyyub Sıxtiyan edib. Əyyub Sıxtiyan'dan gəlib və ümmətdə qayda olub bu. Deyir ki, qul bu üç şey arasındadır. Birinci nədir? Deyir ki, İzə əznəbtə istəğfir. İzə əznəbə və istəğfirə. Deyir ki, günah edəndə istiğfar edər. Və izə u'tiyə şəkərə. Deyir, ona veriləndə o şükür edər. Və izə bütuliyə sabərə. Deyir ki, bəla gələrsə, müsibət gələrsə, çətinlik varsa nə edir? Səbr edər. Deyir, bu üç dənə şey nədir? Səadətin ünvanıdır. Əhsən. Səadətin ünvanı. Deməli, insan bu üç şey arasındadır. İstəyir günaha düşsün, istəyir başına bir müsibət gəlsin, istəyir bir Allah Azze ve Celle ona bir şey nəsib etsin. Yəni, bu üç şeyə şükür edəcək, verilirsə. Günah edibsə, bağışlanma diləyəcək. Bəla varsa nə edəcək? Səbr edəcək. Səbr edəcək.